Salam dəyərli şagirdlər, bu günləri sözün quruluşu növlərinin haqqında sizə məlumat vermək istəyirəm. Sözün quruluşda 3 növ var. Sadə, düzəltmə, mürəkkəb. Gəlin baxaq sadə nədir? Sadə bir kökdən ibarət olur. Qrammatik şəkildə o işlənə bilər. Məsələn, kitab sözü bir kökdən ibarətdir, heç bir şəkildə əlavə edilməyib. Təkcə kökdən ibarətdir. Bu sadə sözdür. Sadə söz sadəcə və sadəcə bir kökdən ibarət ola bilər. Qrammatik şəkildə də orada iştirak edə bilər. Qrammatik şəkilçi kökə qoşularaq, yenə də deyirəm, əvvəlki izahda da vermişəm, sözün formasını dəyişir. Yəni, heç bir dəyişkənlik olmur, sadəcə formasını dəyişir. Məsələn, kitab sözü tək bir kitabdan söhbət gedir. Kitaba lar artırılanda, yəni lar qrammatik şəkilçi artırılanda sadəcə forması dəyişdi. Yəni, bir kitabı yox, 5 kitab oldu. Yəni, burada heç bir dəyişkənlik olmadı, sadəcə formasını dəyişdi. Kitablar əmələ gətirdi. Deməli, sadə söz bir kökdən qrammatik şəkilçidə istəsə iştirak edə bilər. Yəni, ola da bilər, olmaya da bilər. Məsələn, biz qələm sözü gördük, əgər hər hansı bir testdə, hər hansı bir tapşırıqda qələm sözünü gördük, bunu kök kimi götürürük və sadə söz kimi götürürük. Və yaxud da qələmlər də olsa və yaxud da hər hansı bir qrammatik şəkilçi belə olsa, kökə qoşular. O da sadə söz kimi götürülür. Deməli, sadə söz bir kökdən ibarət oldu və qrammatik şəkilçi də istəsə iştirak edə bilər sözün tərkibində. 2. Düzəltmə. Baxaq görək düzəltmə söz nədir? Düzəltmə sözdə bir kök və leksik şəkilçidən ibarət ola bilər. Baxın, işarəsini qoydum. Bir kökdən və leksik şəkilçi iştirak edə bilər. Yəni, leksik şəkilçi düzəltmədə mütləq lazımdır. Mütləq. Məsələn, gül sözünə lük leksik şəkilçisi artıq güllük oldu. Deməli, gül sözün kökü, lük orada leksik şəkilçi. Bu oldu düzəltmə söz. Deməli, düzəltmə söz həm kök, həm də leksik şəkilçisi orada mütləq iştirak etməlidir. Mürəkkəb söz nədir? Uşaqlar, mürəkkəb söz 2 və daha artıq sözün birləşməyindən əmələ gəlir. Yəni, 2 söz də ola bilər orada, 3 söz də iştirak edə bilər. Məsələn, çoban yastığı. Çoban yastığı. Bitişik halda yazılır, yastığı. Və yaxud da, baxın, 2 sözdür. Çoban yastığı. Buradakı ı qrammatik şəkilçidir. Yəni, əsas odur ki, biz sözə baxırıq orada, köşə baxırıq. Mürəkkəb sözdə əsas biz köşə baxırıq. Bizə 2 kök, şəkilçi olur, olmur. Yəni, əsas odur ki, kök olsun. 2 və daha artıq kök olsun orada. Və yaxud da, məsələn, əl, üz, yuyan, yuyan. Əl sözün kökü, üz sözün kökü, yu sözün kökü. Yəni, bizə əsas kök lazımdır. Şəkilçiyə burada diqqət yetirilmir. Mürəkkəb sözdə 2 və daha artıq söz lazımdır. Söz, kök lazımdır. Mürəkkəb sözdə 2 və daha artıq kök lazımdır bizə. Deməli, sadə sözdə bircə dənə kökdən ibarətdir, bir dənə kökdən ibarətdir. Əgər lazımsa qrammatik olsun. Yəni, əgər hər hansı bir testdə, tapşırıqda bir köklə qrammatik şəkilçili söz görsünüz, sadə söz kimi götürə bilərsiniz. Yenə də deyirəm, köklə qrammatik şəkilçi verilibsə, onu sadə söz kimi götürə bilərsiniz və yaxud da tək kök verilibsə, onu yenə sadə kimi götürə bilərsiniz. Bir kök, bir leksik şəkilçi verilibsə, o mütləq şəkildə düzəltmə sözdür. Düzəltmə sözdə mütləq və mütləq köklə leksik şəkilçi olmalıdır, iştirak etməlidir. Mürəkkəbdə isə sözün tərkibinə baxırsınız. Sözün tərkibində 2 kök və 3 kök ola bilər. Şəkilçi var, yoxdur və yaxud da leksikdir, qrammatikdir, fərq etmir. Əsas odur ki, 2 kök və 3 kök olsun orada.